Mədəniyyət Nazirliyinin Nəsildən Nəslə teatr layihəsi çərçivəsində Akademik Milli Dram Teatrında rejissor və pedaqoq Nicat Kazımovun tematik seminarı keçirilib. Seminar teatr pedaqogikası və istedadın inkişafı mövzusuna həsr olunub. Görüşdən süjetimiz var. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi metodiki və ixtisas artırma mərkəzinin Nəsildən Nəslə teatr layihəsi davam edir. Layihə çərçivəsində teatr pedaqogikası, istedad yoxsa elm adlı tematik seminar keçirildi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə sənət ocağında görüş keçirilib. Panelin qonağı, əməkdar artist Nicat Kazımov, teatr pedaqogikasının nəzəri praktik əsasları, teatr təhsilində ənənə və müasirlik, yeni yaradıcı tendensiyalar kimi mövzularda fikir mübadiləsi aparıldı. Mən düşünmürəm ki, mən bugün burada kiməsə nəsə öyrədəcəm. Xeyr, mən özüm də bugün onlardan nəsə öyrənəcəm və birgə teatrımızın problemlərini çözməyə çalışacağıq, bu barədə danışacağıq. Bugün mövzu olaraq elm yoxsa istedad, yəni belə bir mövzu qoyulub, yəni savad yoxsa istedad, yəni bu barədə danışacağıq. Nəsildən Nəslə teatr layihəsi ümumən nəsillər arasında, yəni yaşlı və gənc nəsil arasında kommunikasiyanın qurulması, yaradıcı konseptual mübadilənin yaradılması məqsədi güdür. Və həmçinin bugünkü layihəmiz də teatr pedaqogikası ilə bağlıdır. Əməkdar artist Nicat Kazımov, bilirsiniz ki, o həm mədəniyyət və incəsənət üzrə dərs deyir və uzun illik bir təcrübəsi var. Və onun teatr pedaqogikası ilə bağlı metodu, üsulu, ümumiyyətlə düşüncələri, təfəkkürü bizim üçün çox maraqlıdır. Panelin qonağı, əməkdar artist Nicat Kazımov, teatr pedaqogikasının nəzəri praktik əsasları, teatr təhsilində ənənə və müasirlik, yeni yaradıcı tendensiyalar kimi mövzularda fikir mübadiləsi apardı. Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, bu sahəyə marağı artırmaq, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitinin formalaşdırılmasıdır. Gülarə Quliyeva, Çingiz Qəniyev, Sevgi Əlizadə, Ayşən Razi, Mədəniyyət xəbərləri.